Sabahınız xeyir olsun. Bizim ellərimiz hələ ki tökülmə müşahidə olunmur. Yəni mənə də xəbərdarlıqlar olunur ki, sizlər tərəfindən ki, hələ meyvə töküləcək, tutmağı payızda sayarlar, nə bilim nə, hələ gözləyirəm. Mən də demirəm, tökülməyəcək, ehtimalım var ki, tökülə bir hissəsi, amma meyvələr ağardı, tökülməkdən keçdi. Ümid eləyirəm ki, daha tökülmə olmayacaq. Belə. Yəni bütün məhsul tutumumuz maksimum məhsul tutumumuz. Yəni bunun da tozlayıcısı olmayan bir bağdır da Ellore. Bunun tökülmə ehtimalı ola bilərmi sizcə? Ümid eləyirəm tökülməz. Yəni kimin nə fikri var bölüşsün. Mən də birinci dəfədir yəni tozlayıcısız bir bağda tozlamaq üçün 2,4D, yəni dünyada əslində heç bir yerdə 2,4D hormonundan tozlayıcı kimi istifadə olunmayıb. Yəni bunun ilki belə sadəcə olaraq mən hesablamalarıma görə mən 2,4D'dən istifadə elədim. Yəni dünyada da ilkdir bu. Nəticə itibarilə də yaxşı, qənaətbəxş nəticə əldə olunub. Prosto yenə də fikirləriniz önəmlidir. Baxın, hamısı tutub da meyvələr. Baxın, o birisi sırıya baxın, hamısı tutub. Demək olar ki, bir nə buraxan yoxdur da, yəni. Sizcə bunlar bundan sonra da tökülməyə ehtimalı varmı? Yəni meyvələr vəziyyəti budur da, yəni görürsünüz. Yenə fikirləriniz maraqlıdır. Və dünyada nə qədər araşdırmışam da, heç bir yerdə 2,4 tətbiqi yoxdur. 2,4 herbisiddir. 2,4 tətbiqi meyvədə tozlandırıcı funksiyasından istifadə eləyəsən falan, belə şey heç bir araşdırmada rast gəlməmişəm da. Və çox gözəl nəticə verib. Yəni burada BNO ilə 2,4D'nin ikisinin bir yerdə yox, ayrı-ayrı tətbiq edir də. Çox gözəl nəticə verib. Giberalin istifadə olunmayıb burada. Giberalinsiz nəticədir. Giberalinli nəticəmiz də var. Giberalinli nəticəmiz Regina'dadır. Yəni orada 2,4D, BNO və Giberalin tətbiqi. Zəhmət olmasa, kimin imkanı olsa fikir bildirsin. Bunlar tökülə bilərmi? Yəni bu meyvələrin tökülmə ehtimalı varmı?